belə demək olarmı ki, artıq İranı indi xaos idarə edir, əgər buna idarə edir demək olarsa. Və bu durumda Azərbaycanı və xüsusən Cənub Qafqazı nə gözləyir, bizə hansı risklər, təhdidlər və yaxud hansı perspektivlər, yəni biraz yəni özümüzə, yəni beynəlxalq siyasətlə bağlı, tərkib hissəsi ilə bağlı məsələlərlə danışdıq, buna fikir bildirdik. İndi istəyirəm məhz bizim üçün hansı perspektivlər vəd eləyir Güney Qafqaz, xüsusən də Azərbaycan və Güney Azərbaycan üçün hansı perspektivlər və təhdidlər oluşur bu prosesdə? Bununla bağlı fikrinizi almaq istəyirəm. Təşəkkür edirəm. Bugün demək olmaz ki, İranda tam xaos hökm sürür, amma proses xaosa doğru gedir. Bir qədər əvvəl də dedim, həm siyasi rəhbərliyin, həm dini rəhbərliyin, həm hərbi rəhbərliyin ən önəmli adamları sıradan çıxarılıbdır və onların yerini tutmağa da elə bir həvəs hiss olunmur. Çünki İranın qarşısında həm Amerika Birləşmiş Ştatları, həm də İsrail adamları sıradan, vəzifə tutan şəxsləri sıradan çıxartmaq xəttini seçiblər. Bilirsiniz, biz Müsavat Partiyası olaraq daim bu mövzuları diqqətdə saxlayırıq. Bilirsiniz ki, Müsavat Partiyasının proqramında bütöv Azərbaycan ayrıca bir bölünmədir. Bəli. Və tarixən də və müasir dövrdə də bu məsələyə ciddi diqqət yetirməkdəyik. Müharibənin də ilk günlərində biz vəziyyəti hər tərəfli təhlil edəndən sonra Müsavat Partiyası adından 5 prinsipi önə sürdük. Birincisi, biz bölgədə sülh istəyirik, əmin-amanlıq, sabitlik istəyirik, təhlükəsizlik istəyirik. İkincisi, biz Müsavat olaraq hesab edirik ki, bütün mübahisəli məsələlər danışıq yolu ilə həll edilməlidir, diplomatik üsullarla həll edilməlidir. Üçüncüsü, biz bu müharibə nəticəsində İranda bir diktaturanın başqa diktatura ilə əvəz olunmasına qarşıyıq. Biz hesab edirik ki, İran xalqlarına öz gələcəklərini müəyyənləşdirmə imkanı yaradılmalıdır. Azad cəmiyyət, demokratik sistem formalaşdırmaq üçün İran xalqlarının, İran vətəndaşlarının imkanları olmalıdır. Dördüncüsü, biz bildirdik ki, Müsavat Partiyası üçün və Böyük Azərbaycan üçün İranda yaşayan 10 milyonlarla soydaşımızın həyat və təhlükəsizliyi, onların hüquqları həll edici dərəcədə həssas məsələdir. Bu bizim qırmızı xəttimizdir. Və 5-ci məsələ olaraq da, 5-ci prinsip olaraq da biz Azərbaycan hakimiyyətinə və Türkiyə hakimiyyətinə müraciət edərək onları hadisələrin bütün variantlarına hazır olmağa çağırdıq və gərəkən addımları atmağa, hazırlaşmağa çağırdıq. Bu 5 prinsipi biz müharibənin ilk günlərindən bəyan etmişik və onların üzərində dayanırıq. Bu günlərdə Müsavat Partiyası bir müzakirə təşkil edərək yaxın şərqdə müharibə və Azərbaycan mövzusunu gündəmə gətirdi bir daha. Orada ölkənin müsavatçılarla yanaşı müxtəlif siyasi qüvvələrinin və müxtəlif ekspertləri, araşdırmacıları, ziyalıları cəlb edilmişdi. Maraqlı müzakirələr oldu. Orada da əksəriyyət deyir ki, bu 5 prinsip bizim üçün də məqbuldur. Eyni zamanda bizim o son müzakirədə məqsədimiz konkret olaraq bu müharibə ilə bağlı Azərbaycan məsələsini müzakirə etmək. Azərbaycan bu müharibəyə müdaxilə etməyə məcbur ola bilərmi? Bir əsas suallardan biri buydu. Və təxminən belə bir konsens formalaşdı ki, müəyyən situasiyalarda Azərbaycan bu hadisələrə, müharibəyə müdaxilə etməyə məcbur ola bilər. Bunlardan biri o oldu ki, İran Azərbaycana qarşı bu dronlardan, raketlərdən istifadə etməyə davam eləsin, Azərbaycana hücumlar davamlı xarakter alsın. Bu halda təbii ki, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və təhlükəsizliyini, xalqını qorumalı olacaq və ciddi cavab verməli olacaq. İkincisi, əgər haqqında danışdığımız 10 milyonlarla soydaşımızın həyat və təhlükəsizliyinə problem yaranarsa, təhdid yaranarsa, hesab edirik ki, Azərbaycan dövləti soydaşlarımızın müdafiəsinə qalxmalıdır və bunun üçün gərəkən addımları atmalıdır. Və üçüncüsü də, əgər kənardan müdaxilə olacaqsa bu məsələlərə, xüsusən də müxtəlif terror təşkilatları, müxtəlif etnik hərbi birləşmələr
qara əməliyyatı üçün, quru əməliyyatlar üçün cəlb olunacaqsa, xüsusən də Azərbaycanın İrandakı torpaqlarına, Şərqi Azərbaycan, xüsusən Qərbi Azərbaycan torpaqlarına təhlükə yaranarsa, təbii ki, o halda Azərbaycan məsələyə biganə qala bilməz. Əgər İranın hərbi qüvvələri həmin hücumların qarşısını almağa qadirdirlərsə, alacaqlar. Yox, İranın hərbi qüvvələri haqqında danışdığımız o terrorçu təşkilatlar tərəfindən müxtəlif etnik qrupların hücumlarının qarşısını almağa qadir olmayacaqsa, o zaman təbii ki, Azərbaycan dövləti də, Türkiyə dövləti də buna hazır olmalıdır. Bu, həm bizim milli bir məsələmizdir, xalqımızın taleyindən, toxunulmazlığından, təhlükəsizliyindən söhbət gedir. Eyni zamanda, bayaq da hörmətli Əhməd Obalı da işarə etdi, söhbət həm də geopolitik məsələlərdən gedir. Yəni, söhbət İrandakı Azərbaycan torpaqları ilə Türkiyə arasındakı sərhədlərin Kürd hərbi birləşmələri tərəfindən nəzarətə götürülməsi təhlükəsindən gedir. Bu, xalqımıza da təhlükədir, eyni zamanda bizim birliyimizə də təhlükədir. Bu, ciddi bir məsələdir. Bu mövzunu yəqin siz də, tamaşaçılarınız da eşitmişsiniz. Hezbollah təşkilatının qurucularından biri var idi, Sübhi Töfeyli. O, bir neçə il əvvəl çox maraqlı açıqlamalarla çıxış elədi. O adam Hezbollahı quran adamlardan biri olub, sonra İranın rəhbərliyi ilə fikir ayrılıqlarına görə çıxıb oradan, aralanıbdır. Və bir çox gerçəkləri dilə gətirməyə başlayıb. Onun dilə gətirdiyi gerçəklər var. Gerçəklərdən ən maraqlılarından biri buydu ki, adam deyir ki, 90-cı illərin ikinci yarısında, deyəsən 96-cı illər söhbət edir, 1996-dan. Tehranda olarkən o zamanki İranın Xarici İşlər Naziri ilə söhbət edilmiş. O zaman da İranın Xarici İşlər Naziri velayəti idi. İranın ən məşhur diplomatlarından biri hesab olunur. Mən ondan soruşdum ki, cənab nazir, İran İslam dövlətidir, Azərbaycan İslam ölkəsidir, onun rəqibi isə onun torpaqlarını işğal edən, ona hücum edən Ermənistandır. Necə olur ki, İran Azərbaycanın tərəfində deyil, İslamın tərəfində, hücuma məruz qalanların tərəfində deyil, işğalçıların tərəfində, Ermənistanın tərəfində. Və deyir ki, vilayəti məni öz adamları bilirdi, məndən açıq danışdı və dedi ki, Ermənistan bizə Türkiyə ilə Azərbaycanı və digər Türk cümhuriyyətlərini bir-birindən ayıran bir torpaq kimi, qüvvə kimi bizə lazımdır. Bizim buna ehtiyacımız var. Yəni, bunu biz onsuz da bilirik bu gerçəyi və təkcə İran üçün deyil, Ermənistan dövləti tarixən Türkiyə ilə Azərbaycanı bir-birindən ayıran, Türk toplumunu, Türk etnosunu parçalayan bir ərazi vahidi kimi görülübdür, yaradılıbdır Rusiya tərəfindən, Avropa ölkələrinin bəziləri tərəfindən. O cümlədən İran da buna dəstək verib hər zaman. İndi Azərbaycan 44 günlük savaşda torpaqlarını işğaldan azad ediləyəndən sonra və indi hakimiyyətdə olan, Ermənistanda hakimiyyətdə olan Paşinyan administrasiyası məsələlərə biraz daha təmkinli, daha düşüncəli yanaşmağa başlayandan sonra vəziyyət dəyişibdir. Biz də hər zaman müsavat olaraq ermənilərə deyirik ki, siz Ermənistanın mövcudiyyət forması Türkiyə ilə Azərbaycanı bir-birindən ayıran bir dövlət deyil, Türkiyə ilə Azərbaycanı bəlkə də birləşdirən bir dövlət kimi, ərazi kimi siz mövcud olmalısınız. Sizin mövcudiyyətiniz buna bağlıdır, sizin təhlükəsizliyiniz, sizin maraqlarınız buna bağlıdır. Bu istiqamətdə proseslər gedir. Amma indi müəyyən dairələr Kürdləri hərəkətə gətirərək Türkiyə ilə Azərbaycan arasında yeni bir maneə yaratmağa çalışırlar. Təbii ki, buna biz razı ola bilmərik. Azərbaycan dövlətdə, Türkiyə dövlətdə o dediyimiz üç variantda birincisi İran Azərbaycana qarşı savaşını davam etdirəcəksə, İran soydaşlarımıza qarşı təhlükə yaradacaqsa və İran müxtəlif qüvvələrlə bir yerdə Azərbaycan ərazilərinin işğal edilməsinin qarşısını ala bilməyəcəksə, bu halda Azərbaycan və Türkiyə hərəkətə keçməyə, müdaxilə etməyə hazır olmalıdır. Eyni zamanda bizim keçdiyimiz son tədbirdə, müzakirələrdə İranda rejim dəyişikliyi də ciddi müzakirə edildi və bu dəyişikliyin Azərbaycan üçün yarada biləcəyi vəziyyət müzakirə edildi.
və burada da ciddi təhlükələr də var. Eyni zamanda qeyd olundu ki, hakimiyyət boşluğu yaranacaqsa, rejim sıradan çıxacaqsa, dərəbərlik, xaos yaranacaqsa, bu bir tərəfdən Azərbaycana təhlükədirsə, digər tərəfdən Azərbaycana bir çağırışdır, Azərbaycana bir fürsətdir, imkandır ki, müdaxilə edib və məsələlərin düzgün istiqamətdə getməsinə təkan versin. Biz bunu kifayət qədər ətraflı müzakirə etdik, çox maraqlı fikirlər, mülahizələr səsləndi və biz müzakirələri davam etdirəcəyik. Gerçəklik onu göstərir ki, bu məsələ asanlıqla bitməyəcək və ən müxtəlif variantlar mümkündür bu proseslərin gedişi nəticəsində. Hələ müharibə başlamamışdan əvvəl Ukrayna kanallarından biri məndən müsahibə almışdı və soruşmuşdu ki, belə bir müharibə ola bilərmi və olacaqsa necə gözləyirsiniz burada gedən hadisələri? Mən dedim ki, müharibə ehtimalı realdır və aydın məsələdir ki, Amerika Birləşmiş Ştatları İrana zərbələr vuracaq. İran da müəyyən zərbələrlə cavab verməyə çalışacaq. Ancaq bu müharibənin taleyi raket zərbələri ilə, dron zərbələri ilə müəyyənləşməyəcək. O önəmlidir. Ancaq quruda, torpaqda nə baş verəcək? Hansı qüvvələr hərəkət edəcək? Hansı addımlar atacaq? Həlledici dərəcədə bu proseslərə təsir göstərəcək. Və indi İranın, Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən İrana çox ciddi zərbələr endirilir. İranın siyasi, hərbi, dini rəhbərliyi sıradan çıxarılır. Və dediyimiz kimi hakimiyyəti iddialı qüvvələr o qədər də çox deyil, həvəsli görünmürlər. Və bu xaosa doğru gedə bilər bu proses. Və bu xaos vəziyyəti yaranacaqsa, təbii ki, Azərbaycan üçün təhlükələr yaranacaq. Bu, idarə olunmaz hərbi birləşmələr, hərbi qüvvələr ola bilər, başı pozuq hərbi birliklər, qüvvələr ola bilər. Bir qədər əvvəl haqqında danışdığımız kənardan hərbi müdaxilələr ola bilər İran ərazisində. Və bunlar birbaşa Azərbaycan Respublikasına da təhlükə yarada bilərlər, soydaşlarımızın həyatına da təhlükə yarada bilərlər. Ümumiyyətlə, oradakı xaos Azərbaycanın təhlükəsizliyinə ciddi bir təhlükə çevrilə bilər. Azərbaycan və Türkiyə, dediklərim Türkiyədə aiddir, bütün variantlara hazır olmalıdırlar və gərəkəndə müdaxilə edib proseslərin müsbət yönəlməsinə təsir göstərməlidir. Qlobal mənada bizim üçün, müsavat üçün bütöv Azərbaycan bir idealdır, bir amaldır. Və dünyada yaşayan Azərbaycanlıların əksəriyyəti üçün də bu belədir. Eyni zamanda biz bu prosesi diqqətlə izləməklə mövqe bildirmək azadlığımızı da özümüzdə saxlayırıq. Nəzəri cəhətdən mümkündür ki, İranda mülki hakimiyyətin, siyasi hakimiyyətin müəyyən təmsilçiləri ilə hərbi birləşmələrin müəyyən komandirləri bir araya gəlib məsuliyyəti boyunlarına götürsünlər. Və vəziyyəti dəyişib, bu müharibədə qalib gəlməyin mümkünsüzlüyünü etiraf edib, Amerika Birləşmiş Ştatları ilə danışıqlara getsinlər və müəyyən qarşılıqlı gedişlərlə situasiyanı tənzimləməyə çalışsınlar. Bu nəzəri cəhətdən mümkündür. Və Laricaninin sıradan çıxarılmasından sonra yeni liderlərində, köhnə liderlərində heç birinin ortaya çıxmaması şəraitində Pezeşkiyan faktoru var, Araqçı faktoru var. Mən bilirəm ki, Pezeşkiyan bizim güneyli soydaşlarımızın əksəriyyət tərəfindən, xüsusən liderlər tərəfindən o qədər də etimadla qarşılanmır. Haqlı olaraq deyirlər ki, Pezeşkiyanı İranın molla rejimi, klerikal rejim, teokratik rejim müəyyənləşdirib, onu seçkidə iştirakına razılıq verib, seçkidə qalib gəlməsinə imkan yaradıb. Bunlar hamısı həqiqətdir. Bəli. Amma biz bütün variantlara hazır olmalıyıq və bütün variantlarda da bölgəmizdə sülh-əmin-amanlıq üçün və xalqımızın uğurları üçün, üstünlüyü üçün variantlara hazır olmalıyıq. Əgər Pezeşkiyan siyasi liderlərin bir qrupu ilə, hərbi liderlərin müəyyən hissəsi ilə anlaşa bilib, məsuliyyət üzərlərinə götürəcəklərsə və müharibəni bitirib, danışıq yolundan, diplomatik yolundan problemləri həll etməyə çalışacaqlarsa, nüvə silahından
imtina edib birmənalı şəkildə bölgədə proksi qüvvələrlə vəziyyətə təsir etmək iddialarından əl çəkib, öz dövlətlərlə, öz xalqları ilə, öz vətəndaşlarının həyat səviyyəsi ilə məşğul olacaqlarsa, bu maraqlı bir eksperiment olacaq. Biz diqqətlə bunu izləməliyik. Bu bir variant. Eyni zamanda yani bütün variantlar mümkündür. Ve hiç kim istisna eləmir ki, Savva Pezeşkan Türk olduğunu dəfələrlə bəyan edən bir adam kimi gəlib otursun Təbrizdə və xalqımızla bir yerdə məsələlərə sahib çıxsın. Buna durum deyim ki, mən %100 inanıram, yox. Ama bir sıra Güneyli soydaşlarımızın liderləri ilə də mənim son 1-2 ildə də dəfələrlə fikir mübadilələrimiz olub, müzakirələrimiz olub, mübahisələrimiz olub. Onlara xatırlatmışam ki, biz də Azərbaycanın istiqlalı uğrunda mübarizəyə başlayanda torpaqlarımızı erməni-rus işğalından qorumaq üçün hərəkətə başlayanda Vəzirova da müraciət eləmişik, Əbdurrahman Vəzirova, Ayaz Mütəllibova da müraciət eləmişik ki, xalqla bir yerdə olun, xalqın dərdinə sahib çıxın. Pezeşkan Fars Molla rejimi tərəfindən hakimiyyətə gətirildiyi kimi, prezident vəziyyətindən gətirildiyi kimi, Vəzirov da, Ayaz Mütəllibov da Moskva tərəfindən, Rusiya imperializmi tərəfindən vəzifəyə gətirildi. Və biz onları təklif elədik ki, xalqla bir araya gəlin, xalqın dərdinə sahib çıxın, xalqın problemləri ilə məşğul olun. O zaman biz xalq cəbhəsi olaraq heç bir vəzifəyə də, heç bir hakimiyyətə də iddiamız yoxdur. Siz hərəkət eləyin, xalqımız üçün bir yerdə bir işlər görək. Biz də xalqımızın övladı kimi, ziyalısı kimi, siyasi fəalı kimi hər şey hazırıq. Biz bunu dedik, etdik. Təəssüf ki, Vəzirovla Ayaz Mütəllibov bizi anlaya bilmədilər. Yaxud da gücləri çatmadı bizim dediyimizi qəbul etməyə. Ancaq biz borcumuzdan çıxdıq. Biz xalqımıza, cəmiyyətimizə göstərdik ki, bizim hədəfimiz hakimiyyət deyil, bizim hədəfimiz şəxsi vəzifələr tutmaq deyil. Bizim hədəfimiz Azərbaycanımızın problemlərini həll etməkdir. Azərbaycanımızın müstəqilliyinə nail olmaqdır. Azərbaycanımızın ərazi bütövlüyünü Rus-Erməni işğalından qorumaqdır. Bunu biz nümayiş etdirdik. Bunu Ayaz Mütəllibovun, Vəzirovun tərəfdarları da, hadisələrin başqa cür getməsi istəyən qüvvələr də gördülər və başa düşdülər ki, o qatar gedibdir. Bu kommunistlərin təyin elədiyi liderlər Vəzirov və Ayaz Mütəllibov xalqla bir yerdə olmağı bacarmayıblar, gücləri çatmayıbdır. O aydın şəkildə ortada oldu. İndi bizim Güneyli qardaşlarımız, istər İranın özündə fəaliyyət göstərin, istər Avropada, Amerikada fəaliyyət göstərin, çox dəyərli dostlarımız məncə bu məsələdə biraz səbirli, təmkinli davranmalıdırlar və o mövqe elan edilməlidir ki, bizim vahid bir platformamız var. Bu yeri gəlmişim, bu məsələni də biz müsavat olaraq son vaxtlar dəfələrlə gündəmə gətirmişik ki, Bakıda geniş bir forum keçirilməlidir, konferans keçirilməlidir. Bütün Güneyli liderlərimiz də ora dəvət olunmalıdırlar. Hamı bir yerdə mövcud vəziyyəti təhlil etmək, müzakirə etmək və milli bir platforma hazırlamağa çalışmalıyıq. Və hazır olundan sonra da həmin platforma orada iştirak edənlərin vahid platforması olacaq. Orada iştirak edənlərin də qarşısına qoyulacaq. İstəyir Pezeşkan olsun, istəyir başqaları olsun ki, milli platforma budur, milli hədəflər budur. Bunu qəbul edirsinizsə, gəlin bir yerdə fəaliyyət göstərir. Bunu qəbul eləmişsə, o zaman xalq sizi kənarlaşdırıb, öz taleyinə sahib çıxacaq və Güneyimizin o liderləri ki, bu məsuliyyət üzərlərindən götürməyə xarizmaları var, təcrübələri var, cəsarətləri var, fədakarlıqları var. Onlar bu işi boyunlarına götürəcəklər və iləri gedəcəklər. Və biz də Quzeyli xalq da, cəmiyyət də, siyasilər də Güneyli qardaşlarımızın yanında olacaq, onlara tam dəstək verəcəyik, sona qədər bu prosesi ilerletsinlər. Bizim yanaşmamız, bizim mövqeyimiz təxminən bundan ibarətdir. Əgər hansısa sualları aydınlıq gətirməyə ehtiyac varsa, Fəxrəddin bəy deyin, söhbətimizi davam etdirə bilərik. Təşəkkür edirəm Musa bəy. Növbəti digər qonağımız Şükür bəy studiyamızdadır.